Bu da mənim sumkalarım. Gedirəm rayona. Tural da mənə bu pulu verir. 20 manat. Bacım gəlmişdi, onlarla gedirik rayona. Herkese salam, kanalıma hoş gelmişsiniz. Artık fürsət yarandı, mən də rayona gedirəm. Vloglarıma görə notebookumu götürmüşəm. Planlaşdırmamış ani bir qərarla rayona getməli oldum. Əslində bacım bizdə qalacaqdı, bəzi mağazalara getməli idik, şəhərdə gəzməli idik. Bacım yoldaşı rayona maşınla qayıtdığına görə bacım da dedi gəl rahat belə gedək. Sonra mən qayıdıb gələcəm, onda başqa işlərimizi görək. Bu həftə bayram həftəsi olduğuna görə 2 gün dərs olacaqdı. Ona da Nilaya müəlliminə zəng edib icazə aldı. Düşündüm ki, Qurban bayramını elə evimizdə keçirdərəm, atamla bir yerdə keçirdərik. İllərdir ki, atamla bir yerdə heç bir bayramı qeyd etmirəm. 2 ildən sonra ilk dəfə bir yerdə qeyd edəcəyik. Yol boyu yaxşı söhbət elədik. İbrahim də yatmışdı qucağımda. Arada düşdük yemək, çay falan içək. Səhər evdə yediyimiz yemək idi. Hamımız acmışdıq. Ona görə də Qədırxuma gəldik. Oranın dəvə qutabını qardaşım bir tərifləyirdi. Orada da ofisiantdan soruşdum ki, bunun adı belədir. Dedilər, yox. Əti təmiz dəvətidir. Dedin ki, hızlı. Aslan. Uzaqdan. Sənə baxdım doldu. Onun üçün düşəcək. Saşa. Don. Uşaqlar çay içir. Niye? Hə. Yox, mən istəyirəm. Aynen boş gözləmez. Çay. Bu Bluetooth bilirsiniz neden düzenlir? Neden? Hayda dedi daha. Asobo ev qaydasında. Ne bileyim, dedi bu, nerci? Cavan kefkomu deve ətindən düzenlir. Kefkomu. Kesilmemişten qabaq bu da Rahim. tərəşəmə oynayıb bu deve. Bu tərəkkəmə dəvəsidir, hansı eyni? Tərşəmə dəvəsidir. Nə tərəkkəmə Qutab da oradan dadıydı. Artıq yola düşdük. Yol boyda yağış yağırdı dayanmadan. Elə bir ki, hava bizi gözləyirdi belə. Artıq gəldik, çatdıq, İmişli rayonundayıq. İndi isə marketə gedirik. Elə getməmiş bacım dedi, bəzi şeylər marketdən alaq, bir dəfəlik gedək evə. Yox, ondan yoxdur burada. O Araza gətirirlər, ondan fayda. Mən bilir səsindən axtarıram. Trend marjinalar var, içi şariklə olar. O Araz marketdə olur. Bacıma dedim ondan alaq. O da dedi ki, bəlkə burada gətiriblər, amma burada yoxdur. Ne alırsansa tez alı gedək. Burada belə qablar. Belə qablar var balaca. Sonra sunumluq qablar. Və baxın. İmişlinin bazar storudur. Elə gözəl görsənir, ancaq qoxusu gəlmirdi. Ona görə götürmədim. Niye? Üstüne çabuk. Henkilotun var. Yoksa götür. Rayondayıq. Gəldik, biraz markete girdik. Rəhmə bunu aldım mən. Fayda da bir şey aldı. Gedək evə kebab eləyəcəyik. Toyuq falan aldı. Uşaqlar toyuq kebab yeyir. Gələndə yağışdı havada. Çox qəribə oluram rayona gələndə. Yol göstərim sizə. Bacım gəlir. Ne istiyorsunuz? Rahim götürdü. Caması çok pisiz.
Yazda belə vaxt yağış yağanda, yağışın səsidir, quşların səsidir, elə gözəl gəlir. Ona görə istədim ki, siz də biraz dinləyəsiniz. Da bacımın gülləridir. Nə qədər güllər əkib, açan çiçəklər də mən deyir çək. Deyirəm mamam kimi, sən də mamam belə idi. Güləkəndə çiçək açan kimi mən deyirdi səydi gəl çək. Bacım dedi ki, kebab yeyək. Əslində axşamdır, çox gecdir amma yol gəlmişdik dedik. Yağışda havadır, qəşəng havadır. Kebab yeyərik, gecdə yatarıq. Bacım gecə kebab çəkir. Göstər haydi. Qara görsənir. Niyə qara Yox, görsənir? o işığa görədir. Nə qəşəngdir. İşığa Amma görədir. yanmıyor. Yox, yanmayıb. Telefon işığı axşam olanda belə göstərir. Mən bəlkə bunu qızarım. Yox, bunu bu tərəfə qoy. Burası qızarmıyor. Biraz jüfsi yaxşı deyil. Aslında Burada da samavarımız. Saat neçədir Vayda? Şu qaynayır samavar. onsuz da gez yaxşı. Samavar qaynayır. Həzm gedəcək. Həmişə yağış yağır. İndi qəşəng gün çıxıb. Burada da samavarımız. Hələ səhər yeməmizi yeməmişik. Tezdən 9-un yarısına. Ama səhər yeməmizi yeməmişik. Gün düşür buradan geçen. Ama necə yağırdı axşam. Onun yeri palçıqdı. Bacımın gülləridir. Əkib, ancaq güllər əkib bura. Burada özümü də göstərim. Saçımı. Gün ortadır artıq. Gedirik mağazalara baxmağa. Hara getsək? Mağaza, market. Allah tut da ayaqqabım batmasın. O ayaqqabı da giyinib gəlmişəm. Rahimə var. Rahim özümüzdən götürdük amma yol qırağında bir də qorxuram uşaq çıxar. Ona görə. Bu da mən. Saçımı fenlədim. Buranın havası qəribədir, şişdi saçım. Gəh vurmaq istədi. Biskina qoydum saçıma xırda. Bütün fenindən fenlədim 2 dəfə idi. Saçımı kəsdirəndən eləməmişəm ki, yanmasın ki, uzansın. Belə. Yerə gəlib, bugün bəlkə yerə gedəcəyik. Burada göl var, istərəm. Ora gedəcəyik. Kral gəlməyib, uşaqlarla mən gəldim də, bacım ilə gəldim. Kral işlədir. Bunların verişləri artıb daha da çoxalıb. Ona görə çıxa bilmirəm, mən dedim, get. Kral tək qoymuşuq. Gəl Rahim. Gidi. Böyük İmişli şəhərində gəzirik. Ha fayda. Böyük İmişli şəhərində gəzirik. Kimlər mən buradan izləyir? Mütləq şərhlərdə yazın. Hələ bir həftə buradayam. Gəlmişik bazara imişdi bazar. Rahimin ayağında krasovkadır. Burada da hava istidir. Ona görə yay ayaqqabı axtarır. Onu da deyim ki, burada geyimlər də, ayaqqabılar da bahadır. Elə də ucuz deyil. Çeşidlər də o deyil. Eyni malı bir yerdən müxtəlif qiymətə görə bilərsiniz. Gəlmişik. Sakit belə imişdi də. Bizim də rayonda belə bir şey olarmış. Vay da. Bizim də rayonda belə bir yer olar. Burada sakit göl deyirlər. Düzdür, çox qəşəngdir. Yeri belə gözəl düzəldiblər, amma xidmətlərini heç bəyənmədim. Xidmətləri sıfır. Çayı əvvəldən bizə dedilər ki, yarım saata gələcək. Yemək də yedik, artıq qalxdıq, şəkil falan da çəkdirdik. Çay söhbəti öldü. Sonra da soruşanda dedilər ki, 15 dəqiqədə bir gözləməlisiniz. Ümumiyyətlə çayın zakaz verməyimizi belə unutmuşdular. Ona görə heç bəyənmədim. Onlara da dedim ki, bu nə xidmətdir? Orada bir banket var, nə bilim nə var. Başımız ona qarışıqdır. Çox narazı oldum xidmətlərindən. Məkan özü çox qəşəngdir, ancaq ki bunun bu işlərindən mənə elə gəlir ki, məsuliyyətli bir şəxs məşğul olmalıdır. Hər hansı bir işi görəndə onu yüksək səviyyədə işlətmək lazımdır, görmək lazımdır. Onun o detallarını dərindən öyrənmək lazımdır. Kör-körənə iş görmək məncə olmaz. Başa
Nikola. 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 Kaça. Nikola. 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 Rayona Nikulya deyir. Nikola. Ruşkasını da aldırım. Bir şey üzür. Ay aha. Məndən də qəşəng yazır. Maşa Kapuki. Ad günü qeyd edirdilər. Bacım qızının məktəb yoldaşı idi. Bizə belə bir tort qısıq göndərdilər. Yerlərim olduğuna görə demirəm. Bütün öz xalqımızı sevən bir insanam. Ancaq bizim rayonun cəmaəti çox mehriban, ürəyə açıq, sürəsə açıq insanlar. Burada isə çox gözəl belə güllərdən gölşə düzəldiblər. Qəşəng şəkil çəkdirdik, video çəkdirdik. Nə qəşəngdir güllər. Çox qəşəngdir. Bu da mənim fonum. Səp. Fırlan. Çay içmək üçün isə başqa bir yerə gəldik. Nəysə qızlar, burada da bir negativ hal yaşadım. Bu rayonda təzə açılıb deyəsən bacım tərifləyirdi. Bacımın qızı San Sebastian istədi. Mən orada sozun istədim əlavə. Xanımla biraz danışdıq sozla bağlı. Yəni xoş, o da mənim istədiyim bir şeyi həll elədi. İşlədən oğlan idi deyəsən. O xanımı gördüm ki, nəsə qıraqda acılayır. Bu da mənə heç xoş olmadı. Məni heç belə çox yaxından görmüşdünüz. Bu da mən. Baxın diqqətlə. Nəysə qızlar, əgər kanalıma abunə deyilsə, mütləq kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Çox sağ olun. Təşəkkür edirik. Allah bu pulunuzu çox edəsin. Kartınız dolub daşsın. Öyle olsun ki, o qədər xərcləyəsən, limiti keçəsən. Nə bilim, bütün kartlarında. Kapital Bank sağ olsun. Sağ ol, təşəkkürlər. Çok kimden? O kimin adıdır? Gəzirik. Rəyim şişəni gəzirik, yağış da yağır. Estetika. Super kleydə. İki dəfə də biləcəyəm. Bura və kitabxana idi. Məktəb vaxtı gəlib bura girirdim. Buradan kitablar alırdım. O vaxtdan bura gəlib girməmişim. İki dəfə də gəldim, girdim. Ay Allah, buradakı ancaq kitablar. O tərəfdə kitab satılır. Hə, var. Bu da poyuz. Poyuzlar olan yerdir. Gün batımına baxın. Necə görsənir. Dağlara baxsın. Hə, İsmailli de o. İsmailli dağlardı görsənir buradan. Yolaya bax. Orada da dağlardı, İsmailli dağlardı. Ay Allah, yoruldum. Yaşalı hesabetini çıxardırdığı sağ olsun ki, uşaq kömək elədi. Ne daya sfotkuj. Baxın, bax. Körpü yerlərini, Rahim gəl. Depo küçəsindəyik, gedirik. Ağaca qanatları yeyirik adama. Vay. Dəhşətdir. Şapalaq. Mamanla kurtardım. İndi. Gəzirik. İbrahim poyuzları canlı görsün deyə gəldik depo küçəsindən, Kruk eləyir yolları gəzə-gəzə qayıtdıq, getdik evə. Çox yemişdik deyə gün ərzində ona görə bacımdan dedik ki, gəzə, yediklərimizi kalori olaraq yandıraq, deyə çevrilməsin. Ona görə bütün rayonu piyada gəzmişik. Deyin görün, mənim belə rayon vloglarım sizə maraqlıdır. Əgər maraqlı olsa davamlı çəkəcəm. Gecə gedirik. Ay Allah, tanımadığımız yolla. Rayonda tanımadığımız küçələrlə gecə vaxtı poyuz yollarını keçdik, gəldik. Nilay. Öldüreceğim bunu. Hayır, sağ ol. Nilayla, Sevayla, Rahim. Rəşad Elisabetlə gedir. Ben tapu çıkamam. Bugün haralara getdik. Burada da poyuz yoludur. Tez keçəcəm. Burada yekunlaşdırıram. Növbəti vloglarda görüşərik.